Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuzda qədim türklərdən danışacağıq. Qədim türklər. Türklər hələ qədimdə daş dövründən başlayaraq Kadırğan dağlarından, indiki Xinqan dağları, Kadırğan dağlarından Urala, Xəzər dənizinə, həmçinin Sibirdən Çinə, Tibetə, İran yaylasına kimi böyük bir ərazidə yaşayırdılar. Təkrar bir də xatırlayaq. Deməli, daş dövründə türklər Kadırğan, yəni indiki Xinqan dağlarından Urala və Xəzər dənizinə qədər, eyni zamanda Sibirdən Çinə, Tibetə və İran yaylasına qədər olan nəhəng böyük bir ərazidə yaşayırdılar. Bu ərazilər Böyük Türkistan adlanır. Böyük Türkistan. Həmişə abituriyentlər sual verir, bu Böyük Türkistan haradır? Şərqi Türkistan haradır? Qərbi Türkistan haradır? Bax, o formada suallar verilir. Böyük Türkistanı əhatə edən əraziləri sizin üçün sadaladıq. Demək, eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində kitabda 1-ci minillik qeyd olunub, amma digər araşdırmalarda 1-ci minilliyin əvvəllərində. Deməli, türklər qərbə köç etdilər. Gəldilər, Dunay çayı sahillərində məskunlaşdılar. Bu köçün səbəbi nə idi? Müharibələr, yəni aramsız qanlı müharibələr olurdu. Eyni zamanda quraqlıq, iqlim dəyişikliyi ümumiyyətlə köçlərə təkan verib. Qədim türklərin bəzi özünə məxsus ifadələri var. Məsələn, onlar göy üzünü çadır adlandırırdılar. Yəni, fikirləşirdilər ki, onlar hara geçsələr onların yurdudur, onların çadırları da göy üzüdür. Günəşi bayraq adlandırırdılar. Yaratdıqları xaqanlıqları, yəni dövlətləri göyün kölgəsi adlandırırdılar. Qədim türklər köçəri maldar tayfaları idi, köçəri maldar xalqlar idi. Özünə məxsus xüsusiyyətlərdən biri qədim türklərdə kurqan qəbirlərin olmasıdır. Kurqan qəbirlər türklərin yaşadığı Sibirdən Qaradənizə qədər olan ərazilərdə geniş aşkarlanmışdır. Məsələn, Pazırıq kurqanı Altayın cənubunda yerləşir, yəni Altay dağlarının cənub ətəklərində yerləşir. Eramızdan əvvəl 5-ci əsrə aiddir Pazırıq kurqanı. Deməli, Pazırıq kurqanından dünyanın ən qədim xalçası aşkarlanıb. Yəni, Pazırıq kurqanından aşkarlanan xalça dünyanın ən qədim xalçasıdır. Eyni zamanda burada üzərində döymə olan mumyalanmış cəsədlər də aşkarlanmışdır. Deməli, mumyalanma da qədim türklərdə var. Və eyni zamanda Pazırıq kurqanından ona yaxın at sümüyü də aşkarlanıb görünür. Atları da sahibləri ilə bir yerdə dəfn edirlər. Cam aşkarlanıb burada. Eyni zamanda ipək parçalar, keçə parçalar aşkarlanıb. Keçə parçaların üzərində təsvirlər də olmuşdur. Qədim türklərin kədər əlaməti olaraq onların qəbirlərindən hansı ki aşkarlanıb, atın quyruğunu və yallarını kəsirdilər, kədər əlaməti olaraq. İkinci kurqanımız Esik kurqanı. Buna və yaxud Isıq kurqanı da deyirlər, yəni Isıq da deyirlər, kurqanı deyirlər. Harada yerləşir? Qazaxıstan ərazisində yerləşir. Bu da Pazırıq kurqanı kimi eramızdan əvvəl 5-ci əsrə aiddir. Burada nə tapılıb? Qızıl geyimli adam tapılıb. Görünür o şəhzadə olub, yəni onun geyimindən bilinir şəhzadə olub. Deməli, həmin bu Qazaxıstanda yerləşən Isıq kurqanından 26 hərfdən ibarət Orxon yazısı deməli tapılıb. Bu Orxon yazısı da gümüş qabın üzərindədir. Bir gümüş qab tapılıb, üzərində 26 hərfli yazı var. O da Orxon yazısıdır. Nəyi sübut edir? Türklərin öz əlifbasının olduğunu sübut edir. Keçirik İskitlərə. İskitlər haqqında Azərbaycan tarixində müəyyən məlumatlar var.
Amma yeni 2025-ci il Ümumi Tarix kitabında, yəni 6-cı sinif Ümumi Tarix kitabında İskitlər haqqında artıq geniş məlumat verilmişdir. Onu Asiya İskit dövlətinə və Avropa İskit dövlətinə də ayırmışlar. Deməli, İskitlər eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində quraqlıq səbəbi ilə, deməli, bir də ki, müharibələr səbəbi ilə bu köçlərin səbəbi budur. Deməli, gəlirlər Mərkəzi Asiyadan Qaradəniz sahillərinə. Qaradəniz sahillərinə köçürlər. Bunu Azərbaycan tarixində demişdik. Qaradənizin şimalına köçürlər. Qaradənizin şimalında Kimmerlər yaşayırdı. Kimmerlər. Yəni Krım yarımadasında, Qaradənizin şimalında yaşayırdı. Həmin bu Kimmerlərlə İskitlər toqquşur. Yəni bir-biriləri ilə vuruşurlar. Bu toqquşmalar, vuruşmalar nəticəsində İskitlər Kimmerləri təqib etməyə başlayır. İskitlər Kimmerləri təqib edir. Kimmerlər oradan Azərbaycana doğru gəlirlər. Hardan keçirlər? Dərbənd keçidindən keçirlər. Dərbənd keçidindən. Onların arxasıca da İskitlər Azərbaycana gəlir. Yəni onlar Kimmerləri təqib edirdilər. Ona görə onlar da Azərbaycana doğru gəlirlər. Amma İskitlərin digər bir hissəsi Şərqi Anadoluda möhkəmlənir. Şərqi Anadoluda dayanır, davam eləmir yolunu, möhkəmlənir. Orada möhkəmlənmiş İskitlər, yəni Şərqi Anadoluda, indiki Türkiyə ərazisinin biraz şərqi hissəsi, möhkəmlənmiş İskitlər Şərqi Anadoludan Suriyaya hücumlar edirlər. O vaxt Suriya Misir padşahlığına tabe idi, Misir padşahlığına. Bu zaman Misir hökmdarı İskitlərə hədiyyələr verir və onların bir hissəsini, bəzi məlumatlara görə ümumiyyətlə hamısının hücumunu dayandıra bilir. Bir yerə qədər hücum edirlər, dayandırır amma. Amma İskitlərin bir qismi isə Fələstində qalırlar. Yəni geri dönmürlər. Fələstində qalırlar. Deməli, bura qədər İskitlərin hərəkəti haqqında məlumatlarımız. Aşur mifi yazılarında Aşquzay adlanır. İşquz, İç Oğuz, bunlar hamısı eynidir. Eyni zamanda Aşquzay. Herodot isə deməli İskitləri Skiflər adlandırır. Skiflər. Bunu da Azərbaycan tarixində sizə məlumat vermişəm. Eramızdan əvvəl 590-cı ildə deməli Asiya İskit padşahlığı süqut edir. Azərbaycan tarixində nə demişdik? Həmin bu İskit padşahlığı ki, deməli Asiyada Kür-Araz çayı arasındakı torpaqlarda yaranmışdı. Midiya ilə rəqabət apara bilmir və eramızdan əvvəl 590-cı ildə süqut edir. Gəlirik Avropa İskit dövlətinə. Avropa İskit dövləti Qaradənizin şimalında yaranmışdır. Hansı ki, onlar Qaradənizin şimalına gedəndə 1-ci minilliyin əvvəllərində Kimmerlərlə toqquşdular. Həmin ərazidə hansı Kimmerlər çıxdılar oradan, bir qism İskitlər orada qaldı və orada özlərinin padşahlıqlarını yaratmışlar, yəni dövlətini yaratmışlar. Bu uzun müddət davam edib. Belə ki, eramızdan əvvəl 7-ci əsrdən bizim eranın 3-cü əsrinə kimi davam edib. Yəni 10 əsr bu bir 1000 il davam edir. Deməli Avropa İskit dövlətinin mövcudluğu. Eramızdan əvvəl 6-cı əsrdə nəhəng Əhəməni imperiyasının deməli hökmdarı 1-ci Dara İskitlər üzərinə hücum edir. Hansı İskitlər üzərinə? Avropa İskit dövlətinin üzərinə hücum edir. İskitlər bu zaman yandırılmış torpaq taktikasından istifadə edirlər və Dara da bunu anlayır. Demişdik axı, Daranın xəfiyyə sistemi var idi. Yəni çox ciddi bir inzibati ordu quruculuğu təşkil eləmişdi 1-ci Dara. Bu məlumat Daraya çatdırılır ki, deməli İskitlər yandırılmış torpaq taktikası həyata keçirdirlər və o döyüşü dayandırır, geri çəkilir. Yəni uduza biləcəyi ehtimalı zəif olan, deməli uğur qazanmaq ehtimalı zəif olan bir döyüşə girmir, riskləri gözə alır. Bu zaman İskit hökmdarı İdanfir adında bir hökmdar idi. İdanfir, bu yeni addır, yəni köhnə dərsliklərdə yoxdur. İdanfir 1-ci Dara ilə elçi göndərirlər bir-birləri ilə
deməli məktublaşırlar və bir-birlərinə təhqir dolu ifadələr, hədələmək filan belə ifadələr var. Bu məlumatlar da hardandır? Herodotun tarix əsərindən. Eramızdan əvvəl 339-cu ildə Makedoniyalı 2-ci Filip, yəni Makedoniya padşahı, Makedoniya hökmdarı 2-ci Filip həmin bu Avropa İskitlər üzərinə hücum edir və onların hökmdarı Ateyi məğlub edir. Ateyi məğlub edir, amma İskitlər sonra bunun qisasını alırlar. Nə vaxt? Eramızdan əvvəl 331-ci ildə deməli İskitlər Makedoniyalıları darmadağın edir və qərb torpaqlarını, hansı ki Makedoniyalı 2-ci Filip İskitlərdən almışdı qərb torpaqlarını, o torpaqları İskitlər 8 il sonra geri qaytarırlar. Deməli, Avropa İskit dövləti eramızdan əvvəl 2-ci əsrdə özünün ən qüdrətli dövrünü yaşayırdı. Yəni, sual olunsa ki, Avropa İskit dövlətinin ən qüdrətli dövrü eramızdan əvvəl 2-ci əsrdir. Bu zaman Dondan Dunaya qədər ərazilərə hökm edirdi İskitlər. Avropa İskit dövlətinə deməli, ən böyük zərbəni, ölümcül zərbəni qotlar vurur. Kimlər? Qotlar. Nə vaxt? Bizim eranın 3-cü əsrində. Deməli, İskitlərə vurulan bu son zərbə ilə, yəni qotların zərbəsi ilə, hücumu ilə İskit dövləti süqut edir. Sonra onlar Hunlara qarışır və adları tarix səhnəsindən silinir. Vəssalam. Bizim eranın 3-cü əsri müasir dövrə doğru deməli, İskit adı tarix səhnəsində olmur. İskitlər haqqında biraz məlumatları, onların xarakteri, xüsusiyyətləri, yenilikləri haqqında məlumatları nəzərinizə çatdırım. İskitlər ox, yaylı, süvari döyüşçülərdə ibarət idi. Demək olar ki, bütün İskitlər döyüşçü idi. Hətta qadınlar da döyüşçülər idi. İskitlər yəhəri ixtira etmişdilər. Nə? Yəhər ixtira etmişdilər. Azərbaycan tarixində xəncər və s. kimi silahları ixtira etməsi haqqında da məlumatlar vermişəm sizə. İskitlərin bir qidası var idi, qurut. Deməli, qurut südün qurudulmuş forması idi. Görünür, onlar köçəri həyat sürdükləri üçün müharibələr, plan, belə şeylər onlara belə deməli, qidanın vacib olduğunu göstərir. Qurut kəlməsinə rastlasanız qida kimi İskitlərə aiddir. Zoomorf fiqurlar, yəni bildiyimiz kimi heyvani fiqurlar, zoologiyada heyvani fiqurlar. Deməli, İskitlər tanrılara inanırdılar, yəni çox tanrılıq mövcud olmuşdur. Herodotun yenə tarix əsərinə müraciət edirik. Orada İskitlərin baş tanrısı Baba, səhv eləmirəmsə Babeyus, nəsə belə bir addır. Yəni, Baba adlanır. İskitlərin baş tanrısı Baba adlanır. İskitlərdə dəfində, mumyalamadan istifadə edirdilər. Dəyərli yoldaşlar, İskitlər haqqında ümumi tarixdəki məlumatlar bu qədər. Növbəti dərsdə görüşənədək.